Əgər sizə ultrasəs müayinəsində ismosel deyilibsə, bu videonu sona qədər izləyin. İsmosel daha əvvəl keysəriyyə əməliyyatı keçirmiş qadınlarda uşaqlığın aşağı hissəsində, köhnə kəsik nahiyəsində yaranan çökəklik və ya çapıq defektidir. İsmoselin yaranma səbəbləri keysəriyyə çapığının tam bərpa olunmaması, təkrarlanan keysəriyyə əməliyyatları, çapıq tam sağalmadan erkən hamilə qalma, infeksiya, sağalmanı ləngidən digər faktorlar ola bilir. Bu özünü qanaxmanın uzanması, xronki çapıq ağrısı, sonsuzluq və ya hamilə qalmaqda çətinlik kimi əlamətlərlə biruzə verir. Bəzi hallarda isə tamamilə simptomsuz ola bilir. İsmosel nəticəsində yaranan problemlər, təkrarlanan qanaxmalar, ikincili anemiya və sonsuzluq olur. Hamiləlik zamanı isə ismosel, çapıq hamiləliyi, plasentanın problemli yerləşməsi və uşaqlıq divarının nazilməsi kimi ciddi fəsadlara səbəb ola bilər. Diaqnoz çox zaman transvaginal ultrasəs müayinəsi ilə qoyulur. Müayinə zamanı defektin ölçüsü və həmin nahiyədə uşaqlıq divarının qalınlığı dəqiq qiymətləndirilir.